siz deyir, hardan ağlınıza gəldi, belə bir cümlə dedi. Hardan ağlınıza gəldi, kompüter oyunlarını realda yaratmaq. Bu belə deyək də, tutdu bu söz məni ki, bu nətər, yəni, bu nə olan şeydir ki, bu kompüter oyunları realda yaratmaq, o çox mənə maraqlı gəldi. O qədər mənə maraqlı gəldi ki, belə dayandım, qabaq eləməli idim də, bunun çıxışın qabaq eləməli idim, dayandım, gözlədim ki, görüm nədir. Bu da başladı ki, belə biz dostlarımızla oynamağı xoşlayırıq, nəyirik və bu kompüter oyunlarını realda yaratmağa başladıq. Yəni, çox mənə təsir elədi ki, mən həmən vaxtı başa düşdüm ki, bu nəsə belə bir mənim məşğul olmaq istədiyim bir sahədir. Həqiqətən də, çünki o vaxt özümüz də çox oyunlara, dostlarımızla gamingə da vaxt ayırırdıq. O da bunun offline quest sözünü tam başa düşməsəm də, amma realda onlayn oyunları realda yaratmaq ideyası çox bəyənmişdim. Çox bəyəndiyim üçün də təzədən götürdüm, o həmən şablonu qoydum qırağa. Təzədən videonu yığdım əvvəl, indi təzədən ancaq bu birisine baxıram, bu birisini qabağa yığır. Tam axıra kimi şeylərine baxandan sonra başa düşdüm ki, bu həqiqətən də çox gözəl bir ideyadır. Oyunları realda yaratmaq. Elə onu video axıra kimi baxandan sonra götürdüm telefonu. Dostum var idi. Zəng gəldim, dedim ki, tapmışam biz nə işlə məşğul olacağıq. Əlim əsirdi yadındadır ki, ona zəng eləyəndə ki, deyirəm, tapmışam nə işlə məşğul olacağıq. O da qayıt dedi ki, görüşək, danışaq. Görüşüb danışanda ikimiz də, ilkimiz, sonradan digər dostlarımız da şeylədilər ki, başlayaq. Yəni, bizdə bir sual yox idi ki, biz onu eləyəkmi, eləməyəkmi. Bizdə bir sual var idi ki, biz bunu nə vaxt başlayaq. Bu oyun prosesidir. Burada sizi bağlayırlar dostlarınızla birlikdə və məntiq gücünüzlə və ya hər hansısa fiziki tapşırıqlarla siz növbəti otaqlara keçməlisiniz. Hər bir otaq müxtəlif mövzudadır, müxtəlif tapşırıqlar var. Burada yataq otağıdır.